manata iPhone istəyirsən və yaxud da ki Niva 07. Ev, maşın, telefon bir çoxlar üçün illərin zəhməti deməkdir. Amma sosial şəbəkələrdə bu arzuları bir neçə manata vəd edən loteriyalar da var. Siz 12 manatlıq ətir əldə edirsiniz və aşağıda gördüyünüz nömrə ilə bizimlə əlaqə saxlayırsınız. Bu cür paylaşımlarda iştirak üçün vətəndaşlardan 15-20 manat ödəniş etmək və ya müxtəlif məhsullar almaq tələb olunur. Qarşılığında isə avtomobil, telefon, hətta mənzil kimi bahalı hədiyyələr vəd edilir. Bəs bu cür loteriyalar qanunidirmi? Vətəndaşlar hansı risklərlə üz-üzə qalır? Loteriyaların keçirilməsi, qanunsuz qaydada keçirilməsi əlbəttə ki, bu məsuliyyət yaradır. Bəzən misal üçün sosial şəbəkələrdə elektron virtual loteriyaların keçirilməsində vətəndaşlardan kart məlumatlarının istənilməsi, hansı ki, kənar şəxslər tərəfindən məlumatların əldə olunması, bu isə birbaşa Azərbaycan Respublikasının fərdi məlumatların qorunması haqqında qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnə bilər. Çünki loteriya iştirakçısı qanunvericiliyin tələblərinə görə özü haqqında bütün məlumatları dəqiq, konkret olaraq bildirməlidir və hətta loteriya biletlərinin üzərində öz əmtəə nişanı, loqosu, hüquq ünvanı barədə dəqiq məlumatlar olmalıdır. Vətəndaşlar bu cür hallarda aldadılmamaq üçün nələrə diqqət etməlidir? Qanunsuz loteriyaların keçirilməsi və vətəndaşlara dəyən ziyana görə qanunvericilikdə hansı məsuliyyət nəzərdə tutulur? Qeyd olunur ki, bu cür hallarda loteriya iştirakçıları hüquqlarının pozulduğunu düşündükləri təqdirdə qanunvericiliyin tələblərinə uyğun şəkildə məhkəməyə müraciət edə bilərlər. Və misal üçün loteriya iştirakçıları hüquqlarının pozulduğu təqdirdə loteriyaların keçirilməsi haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə və digər hüquq mühafizə orqanlarına müraciət eləyə bilər. Saxta və qanunsuz loteriyanın keçirilməsindən bağlı və vətəndaşa dəymiş maddi ziyanın tələb olunmasını tələb eləyə bilər. Qeyd edək ki, Daxili İşlər Nazirliyi bundan əvvəl də sosial şəbəkələrdə yayılan saxta loteriya, kampaniya və dələduzluq halları ilə bağlı vətəndaşlara dəfələrlə xəbərdarlıq edib. Şəxsi və bank məlumatlarının naməlum şəxslərlə paylaşılmaması tövsiyə edilib. Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinə sorğu ünvanladıq. Lakin hələlik sorğumuza cavab almaq mümkün olmayıb. Cavab təqdim olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək. Baku S. Az Abbaslı Əsəd, Asim Zülfüqarov.